Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda sizə 1.20 piyada keçidi xəbərdarlıq nişanının mənasını izah edəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 1.20 nişanı 5.16.1, 5.16.2 yol nişanları və ya 1.14.1, 1.14.2 nişanlanması ilə işarə olunan nizamlanmayan piyada keçidlərinə yaxınlaşma barədə xəbərdarlıq edir. 1.20 nişanı yaşayış məntəqəsindən kənarda bütün eyni səviyyəli nizamlanmayan, yəni 5.16.1, 5.16.2 nişanları və ya 1.14.1, 1.14.2 nişanlanması ilə işarələnən piyada keçidlərin yaşayış məntəqələrində isə 150 metrdən az məsafədə görünən eyni səviyyəli nizamlanmayan piyada keçidlərin bildirmək üçün tətbiq olunmalıdır. Bu nişan yol ayrıcında olan piyada keçidlərini, habelə nizamlanan piyada keçidlərini bildirmək üçün tətbiq olunmur. Çünki yol ayrıcının olması barədə, habelə svetoforla nizamlanan piyada keçidinin olması barədə bunun nəzərdə tutulduğu hallarda xəbərdarlıq etmək üçün ayrıca nişan nəzərdə tutulur. 1.19 nişanı yaşayış məntəqəsindən kənarda piyada keçidinə 150-300 metr, yaşayış məntəqəsində isə 50-100 metr qalmış qurulur. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Sürücülərin nəzərinə Azparking ilə ilk 15 dəqiqə pulsuz avtomobilinizi park etdikdən sonra dərhal parklanma müddətini başladın. İlk 15 dəqiqə ərzində parklanmanı sonlandırsaz, heç bir ödəniş tələb olunmur. Unutmayın, əgər 15 dəqiqədən çox qalacaqsa, ödəniş avtomobilin park edildiyi andan hesablanacaq.